Deyim cavabları. Ha, başlayaq. Demək, birinci sualımızda doğru cavab D variantıdır ki, Tom yarış barəsi məlumat hardan əldə edir? Veb saytdakı AdWord-dən, yəni AdWord advertisement qısa forması reklamdan əldə edir. Sadəcə maraqlı fərqli cavab yazan varsa deyin izah edin. C yazmışlar. C-də üzrü say. C-də qeyd olunur ki, hekayəni yazmaq üçün limitli vaxtı var. Limit söhbəti sadəcə söz sayına aiddir. Yəni hekayəni yazmaq üçün limitli vaxtı yoxdur. Əksinə çox vaxtı var. Çünki orada deyəcək ki, yarışa qeydiyyat başlayır yanvar ayı və bitir avqustun 1-i. Qız qayıdır artistlə deyir ki, you have plenty of time. Yəni sənin çox vaxtın var. Demək, məhdud vaxtı var deməyimiz yanlışdır. Əksinə çox vaxtı var. Sonra fərqli cavab yazan var başqa? Yoxsa keçək ikinci suala. İkinci sualda deyir ki, söz limiti nə qədərdir? 3000, söz limiti 3000-dir. Düzdür, keçən illərdə 5000 idi. Biz azaltmışıq, onu 3000 eləmişik. 3-ə gəldikdə doğru cavab A-dır ki, hekayə necə bitməlidir? Bunun cavabı var. Sürpriz sonluqla bitməlidir deyir. Fərqli cavab yazan var. Hekayə necə başlamalıdır? Başlaması ilə bağlı bir şey yoxdur. Amma bitməsi ilə bağlı məlumat var. B-də yazır ki, hər hansısa yaş limiti varmı? Bunun cavabı var. Bəli, var, 16 yaş üzəri. Amma sualın əvvəlinə var yazır. Niyə yaş limiti var? Sadəcə deyir ki, 16 yaş üzərində olmaz. Amma deyir, niyə yaş limiti var? O niyəsini açıqlamır. Da başa düşdünüz? Siz bura baxıb qərar verirsiniz, amma ümumi suala nəzərən cavabı yoxdur. Sonra 4-ə gəldikdə, yarışa qoşulmaq üçün tələbə gərək nə olsun? D variantı. 16 və 16 yaş üzərində olsun. Fərqli cavab yazan var. 5-də də doğru cavabımız E variantıdır ki, hekayəni təqdim etmək üçün son tarix, yəni deadline son tarixdir. Avqustun ölü əvvəlidir. Orada da avqustun 1-i nəzərdə tutur. Avqustun 1-i zaten avqustun əvvəlidir. Hə? D. Tələbələrə veriblər less freedom, az azadlıq veriblər mövzu seçimi ilə bağlı. Amma orada deyir ki, sən istənilən mövzunu yaza bilərsən, istədiyin mövzunu yaza bilərsən. Demək, tam azadlıq veriblər də. Yəni az azadlıq vermələri. Mövzunun adı barəsində tam olaraq Yəni hekayənin topik mövzusu barəsində az azadlıq verib deyir burada. Əksinə istənilən də mövzunu yaza bilərsən. Demək, tam azadlıq verib də. C-də yazır ki, Tomun biraz təcrübəsi var, sürpriz sonluqlu hekayələrlə bağlı. Amma orada deyir ki, düşünmürəm ki, əvvəl belə bir hekayə yazmışam. İndi onu qulaq asaq. Gəlin transkripti ilə bərabər qulaq asaq. Hamısı izah. My name is Tom. I'm voting around the short story competition. I saw an advert on your website just calling to get some new things. Bu birinci cavab. Yəni veb saytdakı reklamdan görüb. How many words is that? We want to give students some amount of freedom. But the guidelines are around 3,000 words. 3 These have a limit of 5,000 words. The first students thought that was too many. So this year, we reduced it. Çox olduğu üçün azaltmışıq deyil. Does this story need to be about anything? No, you can write about any topic you like. But the main point of the competition. Bir dənə bura baxaq. Burada nə deyir? You can write about any topic you like. İstədiyin mövzuda yaza bilərsən deyir. Yəni heç bir məhdudiyyət yoxdur. Onda less freedom deməyin orada yanlışdır. Və yarışla bağlı əsas məqam nədir? Sürpriz sonluğu olan bir hekayə yazmanızdır. Yəni başlanğıc önəmli deyil, sonluq deyil, sürpriz olsun deyir.
I've ever written a story like that before. Yes, Burada da deyir ki, əvvəl belə hekayə yazdığımı I don't think, düşünmürəm. Demək, onda təcrübəsi yoxdur. Vardır deməyiniz yanlışdır. something we have introduced this year. Yes. Communicating is age limit. Yes, you need to be 15 or over. So if you are 18, that's fine. Demək, yaş limiti 16 üzəridir. So starting and closing of the card. Başlama, bitmə vaxtları. No, and release on the 12th of August. So you have plenty of time. Gör nə deyir? Yəni, yanvarda başlayır, avqustun son giriş tarixi avqustun 1-idir. Demək, you have plenty of time. Sənin çox vaxtı var. Demək, limitli vaxtı var deməyimiz yanlışdır. Və bu eyni zamanda 5-ci cavabdır ki, yəni demək, yarış nə zaman, son tarix nə zamandır yarışda giriş üçün? Avqustun 1-i ya da əvvəli deyə bilərsiniz. Zaten 1-i, 2-si, 3-ü əvvəli sayılır. Aydındır. Davam edib sonlara da baxaq. How do I answer? Read and reform only. Great. I read this writing straight away. Yes, good luck. Thanks. Belə. İndi digərlərin cavabını deyim, yoxlayın. Yoldaş 6.1-ə baxsaq, skop əhatə dairəsi gedir. Deyir ki, GP-lərin işlərinin əhatə dairəsinə daxildir. Diaqnoz və idarə etmək bir çox tibbi halı ya da durumu doğru fikirdir. Mətndə də təbii ki, bunlar qeyd olunur. İkinci alırız. Bəli, buralarda. Bir də burada yazır ki, onlar diaqnoz qoya bilirlər, müalicə edə bilirlər bütün mümkün xəstəlikləri və problemləri bir xəstənin sahib ola biləcəyi deyir. Sonra ikincisi false-dur. Deyir ki, cərrahiyyə işlərini yerli icmalarda görmək yerinə instead of əvəzinə deməkdir. GP-lər typically, yəni əsasən əməliyyat edirlər xəstəxanalarda. Səhvdir. Bu cümlə mətndə keçir. Mətndə yazır ki, bu həkimlər əsasən işləyirlər yerli icmalarda. In surgeries. Surgeries şey gedir. Həm cərrahiyyə deməkdir, həm də poliklinika deməkdir. Poliklinikalarda işləyirlər. Rather than nəinki xəstəxanalarda işləyirlər. Demək, bu həkimlər harda işləyirlər? Yəni kiçik cəmiyyətlərdə, yerli cəmiyyətlərdə poliklinikalarda işləyirlər. Nəinki xəstəxanalarda. Demək ki, xəstəxanalarda əməliyyat edirlər fikri yanlışdır. Sonra 6.3-ə gəldi. GP-lər physician həkim deməkdir. Deyir ki, həkimlərdir kimlər ki, advanced training alırlar, xüsusi tibbin spesifik branşında, xüsusi bir qolunda training alırlar, səhvdir. Bunlar ümumi həkimlər, yəni terapevt deyə bilərik də, ümumi həkimlərdir. Bunlar hər hansı ixtisasları olmur ayrıca olaraq da, yəni. Deyir, GP-lər həkimlərdir, hansıları ki, don't have a specialty, ixtisasları olmur. Məsələn, beyin cərrahı kimi, xərçəng mütəxəssis kimi ayrıca ixtisasları olmur. Bu əsasən xəstəxanalar. Bunlar ümumi həkimlər, yəni terapevtlərdir əsasən. Yaxşı. 6.4-ə gəldikdə GP-lər rol oynayırlar, not on nəinki müalicədə, həmçinin xəstələrə advising, məsləhət verməkdə, qoruyucu sağlamlığı qorumaqla bağlı və həyat üslubunu yaxşılaşdırmaqla bağlı. Bu doğrudur. Bu da bilirsin hardadır? Axırıncı ablasa görə doğru fikirdir. GP-lər həmçinin izah edirlər how you can have a better lifestyle. Necə daha yaxşı həyat tərzinə sahib ola bilərsən ki, ilk öncə xəstələnməyin qarşısını alarıq. Və həmçinin məsləhət görürlər, siqaret çəkməyi dayandırasınız, içki içməyi dayandırasınız, idmanla məşğul olursunuz. Demək ki, həm müalicə edir, həm də məsləhət verirlər. Doğru fikirdir. 7 gəldikdə elə bu sualın cavabı elə buradan çıxır. GP-lər xəstələri nəyə qarşı xəbərdar edirlər? Yəni, nə barəsində xəstələrə məlumat verirlər? Doğru cavabdır. Sağlığınıza neqativ təsir edə biləcək vərdişlər barəsində xəbərdarlıq edirlər. Bu da elə hardadır? Bax, bu hissədə bir də oxuyun burada. Onlar deyir ki, normalda tövsiyə edirlər ki, siz dayandırasınız siqaret çəkməyi, əgər çəkirsə, ya da çox içki içməyəsiniz, idmanla məşğul olasınız.
Demək, insanlara nə edirlər? Zərərli, sağlığımıza zərər vuracaq vərdişlər barəsində insanları xəbərdarlıq edirlər. Düzdür, digər variantlar da məntiqlidir bəziləri, amma mətndə elə bir şey qeyd olunmayıb. Yəni biz mətnə əsasən götürürsə, mətndəki bu cümləyə əsasən bu siqaret çəkmək, içki içmək vərdişdir, zərərli vərdişlər barəsində insanlara məlumat verirlər deyəcəm. 8-ə gəldi, refer sözü istinad etmək, yəni yönləndirmək mənasında işlədə bilərsə, o C-dir ki, kimisə göndərmək başqa bir yerə əlavə diqqət və qayğı üçün. Bu əslində bilməsəz belə buradan çıxarda bilərdiniz. Ciddi hallarda onlar refer edirlər xəstəni specialist yanına, yəni mütəxəssis yanına, hansı ki xəstəxanada işləyirlər. Yəni özləri bacarmadığı ciddi halları göndərirlər xəstəni mütəxəssis yanına. Aydındır yəni ki. 9-a gəldikdə, əgər tibbi müalicəyə ehtiyacınız varsa, indi baxaq buradan, həmin hissəyə birdən baxaq. Deyir, əgər xəstəsinizsə və həkimi görmək lazımdırsa, siz normalda appointment, görüş təyin etməlisiniz, yəni vaxt götürməlisiniz. Bəzən sadəcə, yəni birinci nə tövsiyə edir? Vaxt götürməlisiniz. Bəzən sadəcə gedə bilərsiniz surgery-yə, yəni poliklinikaya, həkimi görmək üçün. Lakin bu not likely, yəni ehtimalı az bir şeydir, yəni uyğunsuz bir şeydir. Çünki GP-lər normalda çox məşğul olurlar və onların bütün vaxtları əvvəlcədən dolmuş olur. Yəni tam dolmuş olur. Bəzən deyir ki, siz saatlarla, hətta günlərlə gözləməli olursunuz ki, həkimlə görüş təyin etməkdən öncə. Sonra davamında deyir ki, əgər deyir, gözləyəcək dərəcədə xəstəliyiniz çox ciddidirsə, siz onda xəstəxanaya gedin, ziyarət edin təcili yardım şöbəsinə. Yəni təcili yardım şöbəsinə gedin. Yəni poliklinikada alınmırsa, gedin təcili yardım şöbəsinə. A variantında yazılıb ki, dərhal konsultasiya təşkil edin xəstəxanadakı mütəxəssislə. Belə bir cümlə orada oxumadıq. Xəstəxana ilə bağlıdır ki, dedi, təcili yardım şöbəsinə deyir. Sonra avoid waiting, gözləməkdən qaçının. Yəni elə bir şey demir. Gözləməyinə gözləyin, amma prosta vaxt alır deyir. Sonra C-də yazır ki, birbaşa təcili yardım şöbəsinə first, ilk öncə ziyarət edin. Səhvdir. Təcili yardım şöbəsinə ziyarət edin deyir. Əgər gözləməkdə gözləyə bilmirsinizsə, yəni ziyarət edin, yəni təcili yardım şöbəsinə deyir. Amma ilk öncə onu demir ki, ilk öncə deyir ki, görüş təyin edin, gedin həkimin yanına. Bu da hansı variantına uyğun gəlir? D ilə. Schedule orada qrafik cədvəl, həm də təyin etmək anlamında işləyir ki, yəni appointment-ə görüş təyin edin GP ilə beforehand-də öncədən. Yəni appointment təyin edin, o bayaqları oxuduğumuz şeydir. 7-də də yazıb ki, walking consultations, yəni piyada gəzinti, yəni piyada getməyə güvənin deyir, amma piyada getməyi tövsiyə etmir, çünki deyir gözləməli olursunuz, saatlarla, hətta günlərlə gözləməli olursunuz. Yəni bunu tövsiyə etmir. Yəni görüş təyin etməyi tövsiyə edir əsas. Doğru cavabdır. Ona gəldikdə hansı sualların cavabı var? Birinci və üzr istəyirəm, 5-ci cavabı var burada. Hansı qrup insanlar evə ziyarət alırlar tez-tez GP-lərdən? Yaşlı insanlar. Hansı insanlar? Bir də burada yazır ki, yaşlı insanlar, yəni həkimlər deyir ki, ev ziyarəti edirlər yaşlı insanları görmək üçün. Most of'unda yazıb, yəni əsasən kimlər? Yaşlılar. Digər qruplarda da şahid oldum. Bəzi tələbələr burada çaşır, 2-ni götürür. Hansı minor kiçikdir, hansı kiçik cərrahiyyələri GP-lər icra edə bilirlər deyə, icra edirlər. Bunun cavabı yoxdur, yoldaşlar. Sadəcə edirlər deyir, amma hansını icra edir demir. Burada yazır ki, onlar icra edirlər, bəzi kiçik cərrahiyyələri icra edirlər. Yazı burada, some minor surgeries deyir. Amma burada sual verir ki, what minor surgeries, hansı kiçik cərrahiyyələri icra edir? Hansı cərrahiyyələri edir, onu açıqlamır. Sadəcə edir deyir, amma açıqlamır. Hansı dərmanlar deyir ki, prescribe, yəni reseptlə verilir, dərman adı çəkilmir.
Sonra ciplərlə ailə həkimləri fərqi nədir? Bunun barəsində danışmır. 5-ə gəldi, 5-in cavabı var. 5-də deyir ki, hansı sektorlarda ciplər işləyir? Bu var idi. Əvvəldə idi. Bir də burada yazılıb ki, lakin digər ciplər işləyirlər geniş ərazilərdə. Məsələn, xəstəxanalarda, təhsildə və sığorta şirkətlərində işləyirlər deyir. Cavab 1-5. İndi keçək ikinci mətnimizə baxaq. Deyir ki, Kusama başladı dotdan, dot nöqtə demək, nöqtələrdən istifadə etməyə. Yalnızca sonra New Yorkdakı avangard səhnəsinə, avangard üslubuna və ya səhnəsinə qoşulandan sonra deyir. Yanlışdır. Yəni New Yorka getməmişdən qabaq artıq istifadə edirdi. Yəni New Yorka gedəndən sonra istifadə etməyə başlaması yanlış fikirdir. Yəni burada mətndə də dəqiqə Kusama'nın artistik səyahəti başladı in childhood, uşaqlığında başlayır. Və necə başlayır? O başlayır rəsmlər çəkməyə həmin vaxtda, yəni uşaqlığında. O yaşayırmış, yəni vivid canlı deməkdir, halüsinasiyalar yaşayırmış, nöqtələrdən ibarət ərazilər görməklə bağlı halüsinasiyalar yaşayırmış. Sonra deyib bu mövzu onun əsərlərinin mərkəzində yer aldı. Amma New Yorka getməsi artıq 1957-dən sonradır. Həmin vaxtlar artıq başlamışdı. Sonra 11.2-də yenə səhvdir ki, Kusama Yaponiyanı 1957-ci ildə tərk etdi. Primarily because bu çox güman ki, nəyə görə idi? O artıq Amerikada önəmli sərgilər təşkil etdiyi üçün. Səhvdir. Yaponiya tərk etməsi səbəbi sərgilər təşkil etməsi deyildi. Ailəsi ilə münaqişəsi idi. Burada yazılıb ki, ailə konflikti motivated, onu sövq elədi, Yaponiyanı tərk etsin, Amerikaya getməyə. Yəni ona getməyə sövq edən şey ailə konfliktidir. Sonra 11.3-ə gəldikdə deyir ki, Kusama'nın işindəki nöqtə şəkillər uşaqlığı zamanı originate yaranıb. Doğru fikirdir. Bayaqları oxuduq ha. Uşaqlığında gördüyü halüsinasiyalara əsaslanaraq o nə eləyib? Başlayıb həmin vaxtı same time, eyni vaxtda, yəni rəsmlər çəkməyə başlayıb. Və 11.4 false-dur ki, çünki deyir ki, burada o təmsil etdi Amerikanı Venesiyada. Amerikanı yox, Yaponiyanı təmsil edir. Həmin cümlə burada keçir. Baxın, burada representation təmsil deməkdir. Onun Yaponiyanı təmsili Venesiyada 1993-cü ildə. Amerikanı təmsil eləmir, Yaponiyanı təmsil edir. Demək yanlışdır. Sonra növbəti 12-yə baxın. Bunu bayaqlarda dedik ki, niyə Yaponiyanı tərk etdi? Ailəsi ilə münaqişəyə görə. Burada B variantı because of family related tension. Tension gərginlik deməkdir. Tansiyon zad deyirlər, bəzən elə bir şey yadda saxlayın. Gərginlik deməkdir. O da nəyin əvəzini işlədir? Konflikt sözünün əvəzini işlədir. Ailəvi bir konfliktə görə tərk edir. Sonra gəldi 13-ə baxsa, Kusama deyir ki, tanınmış müasir rəssam oldu. Önəmli bir rəssam oldu. Nə zaman oldu? A-da yazır ki, extensive academic training alan zaman. Amma adam extensive training almır. Qısa bir training alır. Extensive yəni çoxlu deməkdir. Amma mətndə qeyd olunub ki, burada she received only brief formal art training. Only brief yəni sadəcə bir azca. Brief qısa demək. Qısa incəsənət training aldı. Amma extensive training alan zaman deməyimiz yanlışdır. Extensive çox demək. Özə müasir incəsənəti reject eləyən zaman, müasir incəsənəti reject eləmir. Zaten onun yaratdığı müasir incəsənətdir. 1970-ci illərdə məşhur olan zaman Yapon ənənəvi rəsminə görə səhvdir. 1970-ci illərdə heç məşhur olmayıb. Yapon ənənəvi rəsminə görə yox, özünün yaratdığı bir şeyə görə məşhurlaşıb. Çünki 1970-ci illər bu cümlədir. Burada nə yazılıb? Deyir ki, 73-cü ildə qayıtdı Yaponiyaya və dəlixanada yaşamağı seçdi.
Deyir, o davam etdirdi həmin müddətdə incəsənət əsərləri yaratmağa və ədəbi əsərlər yazmağa davam etdi. Amma davamında görə nə yazır? O yenidən re-enter, daxil oldu beynəlxalq ədəbi, üzr istəyirəm, beynəlxalq incəsənət dünyasına 1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərində daxil oldu. Yəni tanınması, əsas tanınması 80-ci və 90-cı illərdə baş verir. 70-ci illərdə o dəlixanada yatır. Sadəcə orada yəni əsərlər yazır, orada tanınmır. C qalsın. D-də yazır ki, təmsil etmək Amerikanı Venesiyada, bu səhvdir, bayaq göstərdik. Amerikanı Venesiyada yox, Yaponiyanı Venesiyada təmsil edirdi. Və burada yazılan cümlə Yaponiyanı Venesiyada təmsil edirdi. Bu səhvdir. Y-də yazır ki, əsasən fokuslandı yazılara, nəinki vizual incəsənətə, amma tərsinə də, yəni mətndə əsas nədən danışır? Rəsmlərindən danışılır. Doğru cavab C-dir. Nə zaman məşhurlaşdı? C variantı. Combine nədir? Birləşdirmə. Şəxsi təcrübələrini, yəni yaşadıqlarını təkrarlanan motivlər və illüstrasiyalarla və incəsənətlə birləşdirən zaman o məşhurlaşdı. Şəxsi yaşadığı təcrübələr nə idi? Uşaqlıq zamanı yaşadığı halüsinasyonlardır. Uşaqlıq zamanı xəyalında nöqtələr görür və onu sonradan rəsmlərinə tətbiq edir. Nöqtələrlə şəkillər düzəldir. Sonra intersect sözü kəsişmək, qarşılaşmaq deməkdir. Doğru cavab C-dir. Bunu əslində mətndən də oxuyub anlaya bilərsiniz. Bax, burada yazır ki, onun işləri, əsərləri intersect oldu ortaya çıxan hərəkətlərlə. Məsələn, pop art və minimalizmlə intersect oldu. Yəni, qarşılaşdı ya da kəsişdi deyə bilərik. Ya da görüşdü deyə bilərik. Cavab olsa C. 15-ə gəldikdə, Kusamanın sevimli rəngi belə bir şey yoxdur orada. Nə qədər pul qazandı elə bir şey də yoxdur. Hansı romanları və ədəbi əsərləri won awards, mükafat qazandı. Heç mükafat qazanması ilə bağlı heç bir cümlə yoxdur. Amma 4 ilə 5-in cavabı var. Harda yaşamağa seçdi Yaponiyadan qayıdandan sonra dəlixanada. Burada yazılır. Yaponiyaya qayıtdı 73-də və dəlixanada yaşamağa seçdi. 5-in də cavabı var ki, qısa formal incəsənət treyningini harda aldı? Həmin universitetin yeri var idi, adı var idi. Bax, burada yazılmışdı. Qısa. Hani burada? Hə, burada yazır. Qısa təhsilini harda alıb? Kyoto City Specialist School of Arts-da alıb. Yəni, bu da var. Cavab olacaq 4-5. İndi keçdik digər qrammatikalara baxaq. Bax, kim bilmək istəyir? Sual versə, nəyi bilmək istəyir? Bu nə cümləsidir? Tamamlıq budaq cümləsi. İngiliscə heç bir budaq cümləsi sual forması olanmaz. A yanlışdır, C yanlışdır, Y yanlışdır. Bizə nəqli sıra lazımdır. Amma burada da fikir versə, 3 dənə feil demiş ingilis dilində. Onlardan sonra nə işlənməz? Z bağlayıcı. Biri nədir? Askdır, ikinci want-da, üçüncü nədir? Want to know. Bu feillərdən sonra yoldaşlar nə işlətməli? Z bağlayıcı. Bunu unutmayın. Ona görə bu D variantı da gedir. Doğru cavab qalır B. Kim bilmək istəyir? Nə zaman onlar yeni metro stansiyasını tikəcəklər? Birdən bunu zaman budağı cümləsindən qarışdırıb verindən sonra gələcək istəyirsə, amma bu zaman budağı cümləsi deyil. Yəni, kim bilmək istəyir? Tutaq ki, mən bilmək istəyirəm, nə zaman tikəcəklər metro stansiyasını? Azərbaycan dilində deyirsən, nə zaman tikəcəklər deyirsən. Yəni, bu tamamlıq budağı cümləsidir. Sonra 17-ci suala baxaq. Konstant daimi sabit deməkdir. Sinonim soruşur, permanent. Permanent isə daimi deməkdir. Hər halda digər popular, məşhur, capable, bacarıqlı, clever, ağıllı, attentive, diqqətli deməkdir. 18-ə baxaq. Hesitate nədir? Tərəddüd etmək. Öncəliklə çox xahiş edirəm ki, bəzən tələbələr şərti oxumadan direkt sual oxuyur. Antonim soruşur bizdən burada. Tərəddüd etmək, əmin olmaq. Antonimi nə olacaq? Əmin ol. Bir şeydə əminsən, bir də tərəddüd etsən. Düz, sinonim soruşsaydı nə olardı? Was into mind. İki fikir arasında qalmaq. Doğru cavab B-dir. Təəccüblənmək, offend, incitmək deməkdir. Was offended isə incimək deməkdir. Gladda şad olmaq, gladda şad olmaq. Bu da iki fikirli olmaq. Sonra 19-a baxsaq,
Bizim hər birimiz yer planetinin qayğısına qalmalıyıq. Çünki A-da yazır ki, təbiətlə insan arasında no relation, əlaqə yoxdur, mənasızdır. Sonra C-də yazır ki, sənaye təbiəti dağıtmır, dağıdır. Ekoloji problemlər vacib deyil, vacibdir. Çirkli hava, torpaq, su harmless, zərərsizdir. Zərərsiz yox, zərərlidir olardı, harmful olardı. Bu da səhvdir. Doğru cavab nədir? B variantı. Yer planeti qorumalı. Çünki bizim yalnızca bir dünyamız var. Onlar üçün kimlər ki bunu sevir və kimlər ki sevmir. Yəni sevənlər və sevməyənlər üçün tək bir dünyamız var. Ona görə də qayğısına qalmalıyıq. Doğru cavab B. 20-yə gəldikdə burada ismimiz nədir? Novesdir. S-dən sonra dəfələrlə demişik isim gəlməz. Bu getdi. Sonra Elotdan sonra da isim gəlməz. Elotovdan sonra isim gələrdi. Bu da getdi. Sonra ingilis dilində such many, such much deyə birləşmələrimiz yoxdur. Such many, such much səhvdir. Bəs nə olur? So many, so much olardı. Bu da getdi. Digər iki variantımız doğrudur. Some other novels, başqa bir neçə roman. All the novels, bütün romanlar deyə bilərsiniz. S-dən sonra isim işlənməz. Sonra 21-ə gəldikdə 3 kateqori feilimiz var. Birincisi let və make feilləri ki, onlardan sonra sadə işlənir. İkincisi görmək, eşitmək, bir də hiss etmək kimi feillərdir. Ya sadə ya da ayıncı işlənir. Və digər feillər isə nə ilə işlənir? To ilə işlənir. Məsələn, advice 3-cü kateqoriyada to ilə işlənir. Bu doğru. Sonra want, baxıram ki, 3-cü kateqoriyada to ilə işlənir. Doğru. Amma make birinci kateqoriyada nə tələb edir? Sadə feil tələb edir. O zaman to olmaz. Sonra let hansı kateqoriyada? Birdə yenə nə tələb edir? Sadə tələb edir. O zaman to işlənməz. Necə? Fərq eləməz. Heç bir halda to olmayacaq. Yəni, əgər məcbur etmək mənasında işlədiriksə make-i, heç bir halda to işləmir, sadə işləmir. Əgər özündən sonra tamamlıq da gəlirsə. Cavab nədir? 1-2. 22-ci suala baxaq. Burada doğru cavab 1, 3, 4-dür ki, when, while, as, orada arkan ərkən mənasında işlənir ki, mən avtobusu gözləyərkən yağış yağmağa başladı. If, əgər də orada və ya da mənasızdır. Burada bir şey qeyd etmək istəyirəm. Yoldaşlar, as birinci növbədə because-a bərabər eləyə bilərsiniz. Yəni, bir neçə mənası var. Çünki, üçün, görə mənasında işlənir. İkinci, as-i kimi mənasında da işlədə bilərsiniz, like kimi. Və as-i bir də necə işlədə bilərsiniz? Bax, when-lə while-a bərabər eləyə bilərsiniz. Arkan, ərkən mənasında da işlədə bilərsiniz. Yəni, when, while olan yerdə götürürsənsə, as-i də götürə bilərsiniz. Yaxşı. Because olan yerdə də as-i götürə bilərsiniz. Like olan yerdə as-i götürə də bildiyiniz, götürə bilmədiyiniz də hallar var. Belə. Amma bu sualda 1, 3, 4 olacaq. Aydındır. Sonra növbəti 23-ə gəldikdə biz belə bir şey demişdik ki, zərfliyin sualları söz önündə işlənməz. When, with, where, with belə bir şey olmaz. Qalan hamısı ola bilər, söz önündə işlənə bilər. Burada bir dənə hansı variantı götürməyəcəm? Whose variantı. Çünki whose'u yazsam, whose'dan sonra nə işlənməlidir? İsim. Amma isim yoxdur da orada. İsim olsa problem yoxdur. Watson xoşlayır oynamağı. Məsələn, kimin oğlu ilə, bir dənə boy yazıram, whose boy. Watson kimin oğlu ilə oynamağı ya da kimin qızı ilə oynamağı xoşlayır deyə bilərsiniz, problem yoxdur. Amma burada isim olmadığı üçün bu variantı götürəmirəm. Nə qalır burada? Who with kim ilə oynamağı, bir də what with nə ilə oynamağı xoşlayır. When-lə where variantı olmaz. Nə zaman ilə, hara ilə oynamağı xoşlayır mənasızdır. Burada with olmasaydı, nə zaman oynamağı ya da harda oynamağı xoşlayır deyə bilərdiniz. Əgər with olmasaydı. 24-ə baxaq. 24-də bu şərt budaq cümləsidir. Demişdik ki, şərt budaq cümləsində işlətməli gələcək zamanlar. A variantı olmaz. Sonra nothing inkardır da düzdürmü? İnkardan sonra ikinci bir inkar yazmaram. Doesn't getdi, bu getdi. Sonra happen elə feillərdən biridir ki, məhsul növdə işlənə bilməz. Məsələn, baş vermək, baş verdirildi deyə bilməzsən də. Məsələn, hadisə baş verdi, hadisə baş verdirildi demirsiniz ki.
O zaman is happened-da məhculda işlən üçün yanlışdır. Sonra törəmə əvəzlikləri yoxdur. Bu yox, başqa feillər də var. If sadəcə şərt bağlayıcıdır. Zamanla əlaqəsi yoxdur. Sonra törəmə əvəzliklərimiz var. Somebody, something, nobody, anybody və s. Bu törəmə əvəzliklərinin xüsusiyyətlərindən biri nə idi? Bunların xəbərləri nə olurdu? Təkdə işlənirdi. Yəni nothing happen yerinə happens olmalıdır. Yaxşımı? Doğru cavab qalır C variantı. Sonra keçdik növbəti. 25-də sinonim soruşur öncəliylə. Bu qəbula düşmüş bir sualdır. Intolerable dözülməz deməkdir. Tolerant sözündən tuta bilərsiniz. Bəzən televiziyada deyirlər ki, biz tolerant ölkəyik. Yəni dözümlüyük bütün dinlərə və xalqlara qarşı dözümlüyük. In artırıb orada əksini yazıram. Intolerable dözülməz deməkdir. Sinonim olacaq unbearable. Orada be var, ayı həm ayı deməkdir, həm dözmək deməkdir. An artırıram, əksini yazıram. Unbearable dözülməz deməkdir. Doğru cavab Y. Digər variantlar not advisable, məsləhətli olmayan, unimportant, qeyri-vacib, pleasant, xoş, bad də pis deməkdir. 26-ya gəldikdə xatırlayırsanmı nəyi? Bu yenə tamamlıq budaq cümləsidir. Yenə ingiliscə heç bir budaq cümlə sual forması olamaz. Burada have, B-də did, D-də did, Y-də də were keçib qarşıya. Doğru cavab qalır C. Nəqli formada cümlə götürməlisə, o da hansı variantdır? O da C variantı. Bitdi. Bu sual işarəsi sizi aldatmasın. Bu sual işarəsi baş cümləyə verilir. Burada yazdığınız budaq cümlə sual formasında olmur. 27-yə baxaq. Yoldaşlar C ikinci kateqoriya feillər qrupuna daxildir ki, ondan sonra yəni görmək, eşitmək, hiss etmək kimi feillərdə özündən sonra tamamlıq, sonra başqa feil gəlirsə, o feil ya sadə ya da ayıncılı olmalı. Yəni sözün kökü olmalı ya da ayıncı olmalı. Ya check olar ya da checking olar. Da o feilin qabağına nə to yazmazsan, nə də id artırıb o feili zamana görə dəyişdirməzsən. Bu variantlar səhvdir. Deyir ki, mən müəllimin tapşırıqları yoxladığını gördüm. Sonra sual verirəm ki, davamına baxın. Hansı tapşırıqları? Şagirdlər tərəfindən writing yazandı, written yazılmış. Şagirdlər tərəfindən yazan yoxsa yazılmış? Yazılmış deyərim. Yazılmış da demək bizə nə lazım? Passive voice. Yəni passive voice nədən istifadə? Verb-dən istifadə. O verb əslində feili sifət rolunda çıxacaq. Yəni written by the people, şagirdlər tərəfindən yazılmış tapşırıqları yoxladığını gördüm. Bəli, bəli. Əvvəldə ki, enteringdə, yəni o feili sifətdə otağa daxil olarkən müəllimin şagirdlər tərəfindən yazılmış tapşırığı yoxladığını deyir, neynədim, gördüm. Yaxşı, növbəti suala baxaq. 28. Passive voice-ı çevir. Yəni bu tipli suallarda çalışın ki, hər zaman kənarda qeyd edəsiniz. Bu tamamlığımız nədir? This article-dır. Kənarda yazıram. Sonra wrote hansı zamandadır? Keçmiş zamandır. Keçmiş zaman quruluşun qurulan was written. Tapşırıq yazıldı. Və sual cümləsi olduğu üçün buradan was'u silirəm, atıram qarşıya. Was this article written? Belə bir variant axtarıram. Hansı variantda var? Burada yoxdur. Burada was wrote yazıb səhvdir. Baxıram, burada da yoxdur. Burada da was qaba içərdir. Doğru cavab elə Y-dəymiş. Aydındır. Bu qədər bu qədər sadədir əslində. Amma sadəcə yazsanız daha rahatdır da. 29-a baxaq. Birinci bayın bir neçə mənası var. Onlardan biri yanında mənasıdır. İşlənir ki, çox insan balaca şəkli yanından keçdi. Pəs bay yanından keçmək. Boyanmış gənc rəssam tərəfindən. İkinci mənası nədir? Tərəfindən. Passive voice-da by yazırsa o tərəfindən. Durub ona baxmadan. Baxmaq da nədir? Look at. Doğru cavab olacaq Y. Look for axtarmaq mənasında işlənir. Şörsək. Look for axtarmaq, amma look at baxmaqdır. Look after da qayğısına qalmaq.
Sonra 30-a baxaq, negativ cümlə istəyir bizdən. Birincidə bax, köməkçi feillə modal feilin inkarından sonra demişik ki, əsas feil işlənməlidir. Didn't var, amma burada nə yoxdur? Əsas feil. Didn't do morning exercise olardı. C-də bax, to təsdiq cümləsi sonunda işlənir, yanlışdır. D-də tag question hər iki tərəfin inkar vermirik. Hard inkardısa, o tərəf artıq təsdiq olmalıdır. Özü can, bura couldn't dəxli yoxdur. Y-də də inkardan sonra həmcis üzvlər arasında and yox, or işlənərdi. Doğru cavab qalır B. Və burada da inkarlığı nə yaradır? Never yaradır. Nə oldu? Hə? Nə kimi? İspan dilində danışmır da. Yo, dilim qavanını yazsan ki, sözün. Məsələn, ingiliscə danışa bilirəm, necə deyirsən? I can speak English deyirsən də. İspan dilində fərqi necə? Qabağında heç bir söz önündə zad yazmır. Nə də artikel yazmırıq dillərin. Heybət cansız. Zəndə o zaman deməkdir. 31-ə baxaq. Burada deyirsən, eyni vaxtda nəsə edə bilməzsən, hər şey edəməzsən. Əvvəlcə bir şey deyim, bu mifi başınızdan çıxardın. Every bütün cümlələrdə işlənir. Təsdiq, inkar, sual fərq etməz. Yəni, every bütün cümlələrdə işlənir. İndi burada deyirsən, hər şeyi eyni vaxtda edəməzsən. Deyək, qoy öz işivin filan hissəsinin öz vaxtı olsun. İndi birinci burada partdan başlayaq. Part sayılan isimdir də. Əgər mən ora all yazsam, nə olardı orada? All parts olardı. S artırıb cəmləyərdi. Sonra işivin hər hissəsinin öz vaxtı olsun deyirsə, buradakı, yəni, söhbət nədən gedir? İşdən. İş nədir? Cansızdır. Ona his time deməyəcəm, düzdürmü? Onda bu variantlarda yanlışdır. Qalır 2 dənə variantımız. Ya C-dir, ya da D-dir. Sonra yoldaşlar, bu it apostrof S nəyin qısa formasıdır? It is-in ya da it has-in qısa formasıdır. Tutaq ki, D variantı düzgün olsa, yerinə yazaq tərcümə edək. Tərcüməsi belə alınır ki, bax bu variantı. Sən eyni vaxtda enisin. Nəsə edə bilməzsən, qoy işivin this part, bu hissəsinin, niyə emindir bu hissəsinin? Bu hissəsi sahibdir. Sonra bu vaxtdır, bu vardır vaxt. Qırıq-qırıq cümlələr alınır, amma ortaya bir cümlə çıxmır. O zaman bu variant da deyilmiş. Doğru cavab nə qalır? C variantımız qalır ki, burada C variantında it yazı və bitisi yazılan it nə deməkdir, yoldaşlar? Onun deməkdir. Özündən sonra nə tələb edir? İsim tələb edir. Yəni, yiyəlik aldı. Necə my, mənim, your, sənin, his, onun, her, onunsa, cansızlarda da onun mənası bizə nə verir? It verir. İndi burada tərcümə belə alınır ki, bunu da yerinə yazsa. Belə olur ki, sən hər şeyi eyni vaxtda edə bilməzsən. Qoy işinizin hər bir hissəsini, each part, hər bir hissəsini each time, öz vaxtı olsun. Burada öz söhbəti də hardan gəlir? Tutaq ki, my car, mənim maşınım. Bunu tərcümə edin, mənim maşınım. Bəzən mənim maşınım yerinə öz maşınım deyirsiniz, düzdürmü? İndi each time, onun vaxtı yerinə nə deyirsiniz? Öz vaxtı deyirsiniz. Aydın oldu. Sonra növbəti 32-yə baxaq. 32 sadə sualdır, amma bəzən tələbələr səhv yazırlar. Burada many guest cümlənin hansı üzvüdür? Mübtədəsidir. Came, gəldi cümlənin nə idi? Xəbəridir. Ad günündə iştirak etmək üçün bu da zərfli idi. Biz nəyə sual veririk burada? Hansı cümlə özü? Mübtədiyə sual. Mübtədi necə sual verirdi? Əvəz ilə köçür getsin. Yəni, bundan sonra heç bir dəyişiklik eləməyinizə ehtiyac yoxdur. Əvəz ilə köçür getsin. İndi burada bir dənə many yerinə yazacaqsınız, yoldaşlar. How many guests deyəcəksiniz. Qalan nə varsa olduğu kimi köçürəcəksiniz. Bəs deyəsə, ay mənim, biz köməkçi zatdan istifadə edir. O mübtədədə olmur deyə. O bir hansı halda olurdu? Xəbərə, tamamlığa, zərfliyə sual verəndə olurdu.
Məsələn, tamamlıq sualında what do you like deyirsən, o halda sual verirsən, köməkçi qabağa keçir. Mübtadiyə sual verəndə əvəz elə köçür getsin. 33-ə baxsa, tərcümədir. Bax, şərtdə logical gördünüzsə, burada qrammatik heç bir şey yoxdur. Tərcümə etməlisiniz. Yazır ki, başçı Paniş cəzalandırıldı ölümlə. Çünki insanlar brilliant conditionda yaşayırdı. Yəni yaxşı vəziyyətdə yaşayırdı. Səhvdir hər halda. Sonra ölkənin remarkable position'ı vardı dünyada. Remarkable yəni yaxşı mövqeyi vardı dünyada. O zaman bu da olmaz. Ölkə exceptional progress əldə etdi. Exceptional yəni inanılmaz inkişaf əldə etdi. Onda yaxşı bir şeydir də, bu da olmaz. İnsanların majority, əksəriyyəti satisfy, yəni razı idilər ondan, bu da olmaz. Doğru cavab yedir ki, dövlətin citizen vətəndaşları living in poverty. Poverty nədir? Kasıblıq. Yəni dövlət, yəni vətəndaşlar kasıbçılıq içində yaşadığı üçün başçını ölümlə cəzalandırdılar. 34-ə baxaq. Hansı müsbət keyfiyyətləri uşağınızda inkişaf etdirmək istərsiniz? A-da yazıb rudeness, kobudluq olmaz. Attentive diqqətli, inattentive diqqətsizlik olmaz. Sonra cruelty qəddarlıq olmaz. Laziness tənbəllik olmaz. Doğru cavab nədir? C. Honesty dürüstlük, politeness nəzakət deməkdir. Buradan bir şey deyim. Bəzən tələbələr less ilə ness qarışdırır. Yoldaşlar, less şəkilçisidir. O mənfi məna yaradır, sifət yaradır. Ness amma lıq şəkilçisidir. Yəni burada məsələn laziness tənbəllik deməkdir. Tənbəlsizlik deyil də, başa düşdünüz? Elə başa düşməyin. Less də belə xatırlaya bilərsiniz ki, little yoxdur. Onun müqayisəsi less olur da. Little less, daha az. Least isə nə olur? Ən az deməkdir. Məsələn, salt duzdur. Less artıranda əslində olur duzu az. Yəni duzsuz olur. Başa düşdünüz nədir məntiqi? Yəni less sızsız şəkilçisidir, amma less lıq şəkilçisidir. 35-ə gəldi. Bu lie lay feillərini əvvəllər yazmışam, da yazmayın, vaxtımız yetməsin. Lie uzanmaq, yerləşmək deməkdir. Məsələn, lie in bed, yəni yatağın içinə uzanmaq deyə bilərsiniz. Hə. Lay isə nə deməkdir? Uzatmaq demək. Lazy table nə demək? Stolu uzatmaq. Yəni stolu uzatmaq, düşünürsünüz ki, stolu məcazi anlamda o elədir. Yəni tarix boyunca insanlar saraylarda qonaqlıq verən ki, stolları baş-başa qoyub uzadırmışlar da. Məntiq odur. Yəni süfrə açılmışdı. Əslində lazy table süfrə açmaq mənasına gəlir. Stolu uzatmaq. Bu günlər evinizdə də bəzi stollar var ki, açıb uzadırsınız da, yəni. Yəni o süfrə açmaq anlamına gəlir. Sonra rise nədir? Qalxmaqdır. Raise nə deməkdir? Qaldırmaq deməkdir. Qalxmaqdan sonra tamamlıq gəlməz. Qalxmaq pərdə deməyəcəksiniz. Qaldırmaq olardı. Yəni burada raise olardı. Bu səhvdir. Amma dördüncü düzdür. Raise a problem, problemi qaldırmaq deyə bilərik. Məsələn, problemi müzakirəyə qaldırmaq deyə bilərik. 5-ə gəldikdə dulu mekli birləşmənin siyasını sizə atmışam qrupa. Oradan xahiş edirəm ki, bir daha baxasınız. Make a mistake işlənir. Do mistake yox, make a mistake olur, səhv etmək. ING ilə işlənənlər isə bu asandır. Do ilə işlənir. Do shopping olur. Cavab 1-2-dir. 36-ya baxsaq, o soruşdu, sual isə nəyi soruşdu? Bu tamamlıq budaq cümləsidir. Bayaq dediyimiz kimi heç bir budaq cümlə sual forması ola bilməz. Zaten hamısı nəqlidir. Onda burada başqa bir şeylər var. Bayaq bir şey dedik, 3 dənə feil dedik. Hansılar idi? Ask, wonder, bir də nə idi? Want to know. Bu feillərdən sonra nə işlənməzdir? Z bağlayıcısı işlənməz. Onda məhz buna görə bu Z olan variantları çıxıram. Bunlar getdi. Sonra burada zamana diqqət eləmək lazımdır. Yoldaşlar, ask keçmiş zamanda, düzdürmü? Baş cümlə. Onda budaq cümlədə hansı zamanda olmalıdır? Keçmiş. Onda have you had olardı. O zaman cavab nə qalır? D variantı. Aydındır. 37-yə baxaq. Onlar artıq sizin təklifi unudublar. Burada over deyə sual veririk. Nə zaman unutdular deyə sual verəcəyik.
Təbii ki, olur deyə how long-dan yox, when-lə veririk sual. Amma burada məsələ ondan ibarət ki, sual verəndə normalda have-i nə etmək lazım? Qabağa keçirmək lazımdır. Amma problem nədir? Hamımızın bəlkə aylarla deyirik və dəfələrlə demişik, yəni bunu bildiyimiz bir qaydadır ki, when-dən sonra nə işlənməz? İndiki bitmiş zaman işlənə bilməz. Əgər belə bir halla qarşılaşırsınızsa, həmin cümləni keçmiş sadiyə çevirin. Yəni when-dən sonra indiki bitmiş işlənmir deyə. Yəni həmin cümlənin sualını keçmişlə sual verin. Yəni didlə sual verin, əgər məlumdursa. Yoxsa do, does dillə də sual verəndə feil nəyə qayıdır? Məsdər formasına qayıdır. Burada forgot yox, nə olardı? Forget olardı. Doğru cavab qalır D variantı. Aydındır? Yəni onlar nə zaman unutdular? Nə zaman unudublar, yəni nə zaman unutdular kimi sual verdik. Sonra 38-ə baxaq. Nümayəndələr bizim təyin etdiyimiz sözdür. Özündən sonra fikir versin, yəni xəbər gəlir, mübtəda demək istəyirdim. Birinci təyin budağı cümləsində işlənməz, what işlənməz. Bunu sildim. Nümayəndə nə ki deyənməzsiz. Sonra which ola bilməz, çünki which heyvanlarla əşyaları təyin edir. Who, whom, that ola bilər. Amma burada whom-u götürənməyəcəm, çünki niyə? Whom mübtəda yerində çıxış etməz. Yəni whom-dan sonra xəbər gələ bilməz. Bu variant getdi. Nə qalır? Onda who ilə that qalır ki, nümayəndə heyəti ya da nümayəndələr daha doğrusu kimlər ki xaricdən gəlirlər. Who came ya da that came olar. 1-3. Sonra 39-a gəldikdə burada keçən dərsdə qeyd etmişdik. Apologize to somebody for something işlənir ki, kiməsə nə üçünsə üzrxahlıq etmək deməkdir. Burada da to him olur. Bəs ikincidəki kind to me nə deməkdir? İnsanlar həmişə mənə qarşı mehribandırlar. Orada mənə qarşı mənasında işlənir, orada to. Doğru cavab B. By me, mən tərəfdən. Yəni ifadə olaraq ingilis onu apologize by somebody işlətmir. Apologize to somebody for something işlənir. Sonra 40-a gəldikdə. Heç kim bilmir, qələmləri ixtira edib. Burada xəbər gəlir, mübtəda demək istəyir. When mübtəda olmaz, whom da mübtəda olmaz. Nə ixtira edib ya da kim ixtira edib. Amma qələmləri nə ixtira edib deməyimiz yanlışdır. Nə ixtira edib qələmi olmaz. Kim ixtira edib? Kim ixtira edib deyəcəyik. Burada who olur. Sonra isə deyir ki, bu baş verdi. Saçı bura what happened kimi yazmayın. Nə də təəssüf ki, elə happen görən hamı what happened deyir. Ay yaxşı, what happened dedizə başa düşdüm. Bəs it burada nədir? Və burada yazır ki, nəyi bu baş verdi? Nəyi bu baş verdi? Nədir? Var da bu. Nəyi bu baş verdi? Nədir ki? Baba, nəyi bu baş verdi? Var da bəs bu nə? Demək burada nə olmalıdır? When olmalıdır ki, when it happened. Bu nə zaman baş verir? Yəni kim ixtira edib və bu nə zaman baş verib deyir. Doğru cavab A. 41-ə baxaq. Passive voice-dakı cümlələri seçin. Demişdik ki, sual cümləsinin sonunda sifət olanda to be gedir həmin sifətin qarşısında işlənir. Was gəlir, bax burada işlənir. Was awful. Burada məchunov yaranmır. Bu qarşıdakı bu hissə isə option bir mübtəda olur ki, soyucuda saxlanan kitab was awful pis idi, dəhşətli idi. İkincidə də eyni şəkildə sual cümləsinin sonunda sifət var. Guilty günahkar deməkdir. O günahkardır. İz gəlir burada işlənir. İşlənsin. Amma ortaya bir dənə diqqət edin. Ortada əslində ayrıca olaraq be verb 3 var. Is guilty-nin qabağında işlənir, o işlənsin. Amma burada yazır kişi hansı ki polis tərəfindən tutuldu. Bizə nə lazımdır? To be-dən sonra verb 3 işlənsin. 2-də işlənib. 3-ə gəldikdə 3-də də yenə be verb 3 var burada. Bu sizi biraz alladacaq. Amma buradakı be verb 3 ifadəsi ayrı bir şeydir. To be used to ifadədir. Be used to ifadədir. Be used to nə deməkdir? Vərdiş etmək, öyrəşmək deməkdir. O hələ də havaya öyrəşməyib. Tərcüməyə baxın, məhsulluq yaranmış ki burada. O hələ də havaya öyrəşməyib.
Yəni üçüncüsü məhsul növ deyil. Sadəcə quruş olaraq məhsuldur, amma məhsul növ sayılmır. O ifadədir. Be used-dur, vərdiş etməkdir. Sonra 4-ə gəldikdə there is-lara demişdik ki, məhsul növ deyil. Bu birləşmədir. Ayrıca be verb axtarısı yoxdur. Zaten bir dənə to be var. Heç verb yoxdur burada. Bu there is-ləranda nəqli sıra hesabında there was olur. Amma 5-cidə məhsul növ varmı? Var. Was burada nəyə aiddir? Painted aiddir. Və rəsm çəkildi onun tərəfindən dünənlər. Demək cavabımız nədir? 2-dir, bir də 5-dir. 3. Onu deyirdim ki, burada to be verb var, amma tərcüməsi bu ifadədir. Be used-dur, vərdiş etmək deməkdir. O hələ də havaya öyrəşməyib. O hələ də havaya öyrəşməyib. Bu vərdiş etməkdir. Vərdiş etmək, öyrəşmək mənasında işlənir. Bu məhsul növ deyil. Zaten fikirləsin məhsulluq yoxdur tərcüməsində. Aydındır? Sonra 42-yə baxaq. Burada ifadəmiz var. Bus stop, avtobus dayanacaq. İngilis dilində yoldaşlar. Dayanacaqdır. Dayanacaqların elə hamısı ilə işlədirlər. Nə işlədirlər? Ət işlədirlər. Bax, çünki dayanacaq deyilən bir şey yol znakından başqa bir şey deyil. Bu yoldur. Bəlkə də siz də rastlaşıbsınız. Znak qoyublar, yazılır bus stop. Bus stop, avtobus dayanacaq. Bu İngilis üçün dayanacaq. Yəni bizim düşüncəmizdəki bu Bakıdakı ya Sumqayıtdakı o köşklər deyil. Dayanacaq anlayışı sadəcə bir yol znakıdır. Və İngilis üçün həmin adam dayanacaqda dayanması, həmin yol znakının sadəcə elə bir yanında dayanması anlamına gəlir. Bu znakın üstünə çıxası deyil, on olmaz. İçinə də girəsi deyil, in olası deyil. Boşluq da deyənmərəm. Yəni bir yerində dayanmalıdır. Getdi. Düzə dayanacaqla ətsə bus stop zat işlənir əsasən. Bay da prosto ola bilər. Niyə bay yanında mənasında işlənir? Çünki ətin də yanında mənası var, bayın da. Bu qalsın. Sonra ikinci tərəfdə speak to. Düzə speak with də olar, speak to da ola bilər. Amma burada boşluq deməyimiz yanlışdır. Artıq cavab çıxır. Demək, mən Tomu dayanacaqda gördüm. Lakin onunla danışa bilmirdim, speak to. Çünki o dayanmışdı in a queue. In a queue nə deməkdir? Növbədə dayanmışdı. Yaxud da ki, sırada burada bir neçə X, Y, Z adamlar ardıcıl şəkildə dayanıblar, avtobus gözləyirlər. Yəni, normal ölkələrdə növbəli şəkildə dayanırlar ki, avtobusa minsinlər. Tutaq ki, bu adamda X adam dayanıbsa, bu növbənin arasında dayanır, içində dayanır. Ona görə in a queue olur. Və burada da at the front of qalır ki, variantımız onsuz da o növbənin başındaymış. Demək ki, bu ən başdakı kim imiş? Tom imiş. Burada bəzi tələbələri bir sual maraqlandıracaq ki, deyəcək, ay müəllim, biz məktəb vaxtında axı in front of öyrənmişik. Nətər oldu burada at the front of oldu? Düz öyrənmişsiniz, öyrənməyinə düz öyrənmişsiniz. In front of da. Söz demirəm. Amma at the front of ayrı bir şeydir. Yəni orada Z olanda isim kimi işlənir front. In front of, amma üçü bir yerdə bir söz önü kimi işlənir. Yəni in front of fərqləndirmək üçün. Z gördüksə at the front of. In the front of olmur artıq. At the front of, in front of. Aydındır? Dürüstcə baxaq. Evet, try faildi. Bir faildən sonra təzədən bir fail gəlsə, arada to işlənir. Try to make. Make-də bayaqlar dedik ki, make-dən sonra necə feil işlənir? Sadə feil işlənir. Burada olacaq do. Yəni burada nə to işlənməz, nə də s artırmazsan. Düşünərsən, oğul axı təkdir, niyə s artırır? Yoldaş, ona qalsa məşhur bir mahnı var. Let her go. Məncə bu mahnının adını və s. qulaq asmağını hamı qulaq asır. Tərcüməsi belədir. Qoy o getsin. Bu mahnı düzdür. Orada niyə her go deyir? Niyə goes demir? Çünki letə görədir. Yəni letdən sonra nə işlənir? Sadə feil işlənir.
Ya burada her'in yerində adamın adını yazsan. Let Susan go tutaq ki. Sən durub bura goes demirsən də go deyirsən. Aydındır? Aha, yaş 44-ə bax ha. Passive voice-ə çevir. Tamamlığımız nədir? Roof'dur. Bunu keçirdirik qarşıya. The roof. Didn't mean keçmiş zamansa o zaman keçmişdə qururam. Was mended olur. Amma inkar oldusa inkarı da saxlayıram da. Wasn't mended. Lakin sual cümləsi olanda nə edirdik? Köməkçini qabağa atırdıq. Wasn't the roof mended? Belə bir variant axtaraq. Elə A-da var. Görün başqa variantda varmı? Yoxdur, elə cavabımız nədir? A variant. Yəni quruşu qurun, köməkçini qabağa atın, cavab çıxır onsuzdan. Sonra 45-ə baxaq. Sözlərdə tez deyim keçsin. Discord nifaq deməkdir, olacaq D variantı. Yəni insanlar arasında anlaşmazlıq. Distract fikrini yayındırmaq deməkdir. A variantı. Konsantre olmasının qarşısını almaq. Distinguish fərqləndirmək ya da tanımaq anlamında işlədə bilərsiniz. O da C variantı. Tanımaq ya da davranmaq birinə fərqli şəkildə. 46-ya baxaq. Bu zaman budaq cümləsidir. Nə demişik? Zaman budaq cümləsində gələcək zamanla bitmiş zamanlar işləməz. Bunları çıxdım. Sağ ol. C variantı nəyə görə səhvdir? Have indikidir, began keçmişdir. İndiki ilə keçmiş uzlaşmaz. İki dənə variant qalır. Ya A-dır ya da Y-dir. Çünki hər ikisi keçmişdir. Amma yazsa bu qəbul testlərindən biri idi. Buna oxşar. Demişdim ki, yəni for olanda nə olur? Bitmiş davam etsin. Yəni bunu mən dərs zamanında izah edəndə özüm izah edim ki, bax tutaq ki, mən danışıram. I am speaking. Bu sadə davam etsin zamanında. Amma mən 1 saatdır ki danışıram. I have been speaking for an hour. Bu artıq bitmiş davam etsin zamanında. Burada nəyi göstərirəm? Mənim üçün hərəkətin 1 saatının bitdiyini göstərirəm. Amma hərəkət yenə davam edir. Yəni müddət olduğu üçün mən sadə davam edici yerinə nə götürəcəm? Bitmiş davam edici. 47-yə baxaq. O rəssamdır. Kiminlə ki mən Romada qarşılaşdım. Rəssam insandır. Who da olar, whom da olar, zətdə boşdur. Birinci haşi. Hər şey orada. İkinci tərəfə baxsa, ikinci tərəfdə deyir ki, rəssam kiminlə ki qarşılaşdı. Burada isə deyir ki, kimin ki rəsmləri hələ də xatirəmdədir. Burada artıq özündən sonra isim tələb edən hansıdır? Who'sdur. Kimin ki rəsmləri hələ də xatirəmdədir. Doğru cavab qalır Y. O rəssamdır, kiminlə ki Romada qarşılaşdım. Sonra whose pictures, kimin ki rəsmləri hələ də xatirəmdədir. Yəni hansı rəsmlər zət deməyin, sən bura which yazanda which gərək bunu təyin etsin, amma insanı which təyin etmir. Rəsmdən sonra sən bura which yaza bilərsən. Rəsm sonra hansı ki deyə bilərsən. Burada yaza bilərsən. Cavab yedir. 48-ə baxsa, have to, has to, had to-nun sual və inkarı, do, does, did-dən sonra haven't to, hadn't to deyən biri, bu yanlışdır. Başqa çıxa biləcəyimiz variant varmı? Yoxdur. O zaman tərcüməyə baxmalıyıq. Yaşlı qadın avtobusdan düşə bildi ya da düşə bilmədi. Ona görə də mən kömək edə bildim, etmədim. Hər halda ən məntiqlisi D uyğun gəlir ki, qadın düşə bilmirdi. Ona görə də mən kömək etməli oldum. Etmədim, axı ikinci tərəf inkar yoxdur, axı təsdiq verir. Sonra 49 incorrect, yanlış sinonim bizdən istəyir. Review, view mənzərə görüntü deməkdir. Yəni review yenidən gözdən keçirmə, revise də yenidən təkrarlama. Disability qüsurdur, bacarıqsız qüsur gedir. Defect yəni qüsur gedir, sinonimdir. Solve həll etmək, find a way out, bir yolunu tapmaq, o da həll etmək sinonimdir. Obtain get, əldə etmək sinonimdir. Amma D variantı submit, göndərmək, refuse rədd etmək, əlaqəsizdir. Yanlış D. Və 50-yə gəldikdə. 50-yə gəldikdə, yoldaşlar, prefer something to something ifadəsidir.
Yəni prefer to, direkt prefer to yazmanız yanlışdır bu arada. Prefer something işlən. Nə isə üstün tutmaq. Amma to ilə işlən. Bunu bizim dilə tərcümə edəndə biz necə tərcümə edirik? I prefer to tea, coffee. Çayı kofedən deyirik. Amma əslində türk dilində türklər daha düzgün deyirlər. Mən çayı kofeyə tərcih edirəm deyir. Nəyisə tərcih etmək. Yəni ona görə to işlənir. Yəni işlənməsi ona görə to iləndir. Prefer something to something işlənir. Onda burada belə olur ki, bura prefer to olacaq. Daha sonra prefer something to something olacaq. Bu getdi. Burada ikinci tərəf sadəcə sizi maraqlandıracaq. Çünki abituriyent vaxtı deyirsiniz ki, bəlkə də öyrənmişsiniz, interesdən sonra in yazasam. Elə deyil. Interes feil kimi işlənəndə sözünü tələb etmir. Məsələn, futbol interest me. Futbol məni maraqlandırır. Heç nə yazmırıq. Feil kimi isə. Bunu tərsinə çevirək, məhsul növ kimi yazar. Bu arada bu məhsul növ deyil ha. Məsələn, yazıram ki, I am interested in football. Tərcüməsinə baxın. Mən futbolda maraqlıyam. Quruş olaraq məhsul növ quruşudur. Olsa belə məhsul növ sayılmır. Burada artıq interesi biz nə sayır? Sifət sayır. Sifət kimi işlənəndə indən işlənir, to be interested ifadəsi. Amma feil kimi söz onsuz işlənir. Nəsə məni maraqlandırır deyirəm. Heç nə, amma nədəsə maraqlıyam deyirəmsə, to be interested olacaq. İndi futbol məni heç zaman maraqlandırmır, boşluq olacaq. Cavab D variantı. Aydındır? Belə. Üzürü sayın xəstəliyin məskürünə var.